İranda günlərdir davam edən etirazlar fonunda qadınların başlatdığı aksiya dünya mediasının gündəminə çevrilib. İranlı qadınlar küçələrdə ölkənin ali lideri Seyid Əli Xameyninin fotosunu tutaraq yandırır, daha sonra həmin alovda siqaret yandıraraq etirazlarını nümayiş etdirirlər. Son günlər sosial mediada geniş yayılan bu görüntülər yeni etiraz dalğasının simvolik vizit kartına çevrilib. Xarici media bunu həm siyasi meydan oxuma, həm də qadınların gündəlik həyatına nəzarət edən tabuların açıq şəkildə məsxərəyə qoyulması kimi şərh edir. Onu da əlavə edək ki, İranda bu tip hərəkətlər adətən ağır cəzalarla nəticələnir. Belə ki, İmam Xameynini və ali rəhbəri hər hansı yolla təhqir etmək cinayət sayılır və burada ən yaxşı halda 6 aydan 2 ilədək həbs nəzərdə tutulur. Bu əməllərlə bağlı olan başqa bir maddə isə müqəddəs dəyərləri təhqirdir. Bu isə hüquq icmalarında bu kateqoriyanın daha ağır nəticələrə çıxma potensialı olduğunu göstərir. Amma bu konkret işin məzmunundan və dövlətin necə çərçivələnməsindən asılıdır. Bütün bunların üzərinə silahlı üsyanla əlaqə maddəsi də gəldiyi halda aksiyanı təşkil edən və iştirak edən qadınları edam cəzası gözləyə bilər. Məhz buna görə İranlı qadınların bu maddələrə meydan oxuyaraq estafeti bir-birlərinə ötürməsi sosial şəbəkələrdə viral olub. Indian Times yazır ki, İranlı qadınlar Xameyniyə od vurmaq arzusunu həyatlarından daha üstün tutur.